Aha, biz başlayalım. Açar söz elməyib ki, Xeyr, ikinci açar hissəyə indi sonra qoşuldum. deyiləcək inşallah. Hayır, değilmiş. Sonda değiləcək. Aha, yaxşı, çox sağ olun. Biz deməli yumşaq və sərt bacarıqlar haqqında necə olub ki, bu terminlər formalaşıb, o haqqda danışırdıq və mən sizə yenidən məlumat vermək istəyirəm. Dediyim kimi, 1959-cu ildə Amerika Birləşmiş Ştatlarında orduda hərbi personalın hazırlanmasına elmi əsaslı bir yanaşma inkişaf etdirməyə başladılar və bu zaman tədqiqatçılar hərbi personal üçün yalnız peşəkar bacarıqların deyil, həm də universal bacarıqların, yəni yumşaq bacarıqların da vacibliyini müəyyənləşdirdilər. Və bu zaman 1968-ci ildə onlar arasında fərqin anlaşılması hərbi hazırlığın dizayn sistemləri doktrinasında bu şəkildə ifadə edildi. Demək, orada belə ifadə olunur. Sərt bacarıq əsasən maşınlarla işləmək bacarığıdır, yumşaq bacarıq isə insanlarla və sənədlərlə işləmək bacarığıdır. Və bu terminlər hərbi elm və psixologiyada artıq formalaşandan sonra, kök salandan sonra onu işdə sərbəst istifadəyə də keçdilər, başladılar. Yəni, ilk olaraq burada bunlardan istifadə olunubdur. Onlar arasında fərqə baxaq. Dediyimiz kimi, mənimsəmədə müvəffəq olmaq və sərt bacarığın inkişafı üçün bizə məntiqi zəka lazımdır. Yəni, beyin, düşünmə qabiliyyəti, məntiq lazımdır. Yəni, IQ deyirik biz buna. Yumşaq bacarıqlarda isə artıq bizə lazımdır duyğularımızı idarə etməyə bacarmaq, hisslərimizi idarə etməyə bacarmaq. Sən bir dildə etirazı təkliflərdə, hə? Hər yerdə keçsədildə qalma yeməkləri yeyirəm. Də sən ana, də sən bacı, də sən ata. Bir dəfə də olsa bir il ərzində bizim evə ayaqlasın deyə, ona ki, sifət göstərmişəm onlara. Aha. Bağlaya bildinmi səsləri? Bəli, bəli, bağlamısınız. Tamam. Maşallah uşağa. Davam eləyək. Yəni, dediyim kimi, yumşaq bacarıqlarda isə artıq bizdə emosionallıq tələb olunur. Burada bizim beynimizin sağ yarımkürəsi, yəni emosional zəkamız, yəni EQ-muz vacibdir və lazımdır. Bunlar arasında fərqdir. Əvvəllər elə düşünülürdü ki, əgər bir insanın məntiqi zəkası yaxşı inkişaf edibdirsə, o bütün sahələrdə uğur qazana bilər. Ancaq müəyyən devirlərdən sonra artıq baxdılar, gördülər ki, xeyr, heç də elə deyil. İnsanların yalnız hər hansı bir şeyi bilməyi, hər hansı bir peşə ixtisasını bilməyi onun tam uğur qazanması üçün bəs etmir. Ona mütləq lazımdır ki, emosional zəkası da inkişafda olsun. Və bunları aydınlaşdırandan sonra artıq başladılar emosional zəkanın inkişafı üçün nələrsə etməyə. Fərdi inkişaf planları hazırlandı, müəyyən təlimlərə başlanıldı, xüsusilə də şirkətlərdə, müəyyən hər hansı bir idarələrdə artıq bunun üzərinə düşünməyə başladı. Belə deyək də, sizin hər hansı bir qabiliyyətiniz, işiniz var. Siz əgər özünüzü təqdim edə bilmirsinizsə, kim biləcək ki, sən savadlı birisən, sən bacarıqlı birisən. Artıq səni təqdim etmə bacarığın sənin yumşaq bacarıqlarının bir növüdür. Belə bir Lord dillə bir misal kimi də orada deyilir ki, sən əgər savadlı olub bu haqda heç kəsə məlumat verə bilmirsənsə, sən kimə lazımsan? Onsuz da səni tanımırlar. Sənin bildiyin ancaq özündə olacaq. Və yaxud da bildiyini, öyrəndiklərini tətbiq etməyə bacarmırsansa da, o əldə etdiyin biliklər sənə nə fayda verəcəkdir? Buna görə də bütün bunlar hamısı gərək bir-birinlə harmoniyada olsun ki, biz uğur qazana bilək. Mövzumuz yumşaq bacarıqlardır. Bir dəqiqə mən burada gələnləri qəbul edim. Yəni, belə desək, sərt bacarıq dediyimiz kimi bizim
peşə bacarıqlarımızdır. Bunu təsdiq edən bizim diplomumuz var əlimizdə. Soruşanda ki, sən hansı sənətin sahibisən? Məsəl üçün, mən deyirəm ki, mən müəlliməm. Və yaxud da biri deyir ki, mən dülgərəm, biri deyir, mən dərziyəm. Amma yumşaq bacarıqların diplomu yoxdur və onun mövcudluğunu sübut etmək üçün sən gərək həmən prosesdə olasan. Həmən o situasiyada olasan ki, sən baxasan, görəsən, sənin bu yumşaq bacarığın səndə var, yoxsa yoxdur. Biz yumşaq bacarıqlar haqqında oxuya da bilərik, təlimlərdə də iştirak edə bilərik. Amma bunları tətbiq etməsək, biz onların bizdə olub-olmadığını bilə bilmərik. Məsəl üçün, adi götürək ünsiyyət bacarığından. Ünsiyyət haqqında kitablar oxuyaq nə qədər, təlimlərdə iştirak edək nə qədər. Amma biri ilə ünsiyyətdə olan zaman artıq hər insanda bu fərqli ola bilər. Kimdəsə həyəcan ola bilər, kimdəsə fikrini ifadə edə bilməmək ola bilər. Bunların üzərində işləmədikcə o bacarıqları tam formalaşdıra bilməz. Aha. Mən indi istəyirəm sizə bir nüansları deyim ki, siz özünüz biləsiniz ki, siz özünüzdə yumşaq bacarıqları inkişaf etdirməlisiniz, yoxsa yox. Xüsusilə də hər hansı bir işə girən insanlarda, tələbələrdə, şagirdlərdə, müəllimlərdə və yaxud da hər hansı bir satışla məşğul olan insanlarda, marketinqlə məşğul olan insanlarda yumşaq bacarıqların inkişaf etdirilməsi daha önəmlidir. Ola bilər hər hansı bir aparatda olan bir mütəxəssis üçün o qədər də vacib olmaya bilər, amma müəyyən qədər ona da lazımdır. Amma elə sahələr vardır ki, yumşaq bacarıqları daha çox inkişaf etdirmək lazımdır. Ümumi olaraq bir neçə sual sizə vermək istəyirəm. Baxın, olduğunuz yerdən, işlədiyiniz yerdən asılı olaraq sizə bu yumşaq bacarıqları inkişaf etdirmək lazımdır, yoxsa lazım deyil. Bunları özünüz üçün müəyyənləşdirə bilərsiniz. Məsəl üçün, birinci sualı verirəm sizə. Karyera yüksəlişim üçün başqaları ilə qarşılıqlı münasibətim vacibdirmi? Yəni, biz hər hansı bir işdəyik. Elə işlər vardır ki, bizim karyerada yüksəlişimiz üçün, tutalım ki, deyir ki, sən 2 il bu pozisiyada ol, 2 ildən sonra sənin işini yüksəldəcəm, qaldıracam bu işə. Artıq orada sənin hər hansı bir ünsiyyət bacarığına ehtiyac yoxdur. Sən bilirsən ki, 2 il sən bu işdə duracaqsan, 2 ildən sonra sənin işini qaldıracaqlar, vəzifəni, rütbəni qaldıracaqlar. Məsəl üçün, hərbidə müəyyən şeylər var ki, neçə ildən sonra qalxır, ya elə bir işlər var, yəni ki. Amma yenə də lazım olur yumşaq bacarıqlar. Siz özünüzə baxın, görün sizdə bu vacibdirmi? Sizin yüksəlişiniz üçün, sizin başqaları ilə qarşılıqlı münasibətiniz vacibdirmi? Təbii ki, əksəriyyətiniz vacibdir yazdınız, əla. Demək ki, bu sizə lazımdır. Sonra ikinci sualımız, işlədiyim yerdə, oxşar mövqidə məndən üstün insanlar varmı? Bu nə deməkdir? Yəni, ola bilər ki, siz də hər hansı bir işdəsiniz və siz də eyni işi görən başqa bir insan da var. Bu zaman hansınız daha önə gedə bilər? Kim ki, daha yaxşı qabiliyyətləri var, özünü ifadə edə bilir, öz işini göstərə bilir, insanlarla ünsiyyət qura bilir, işini vaxtında görə bilir və s. bacarıqlar. Bunlar haqqında biz danışacağıq. Əgər bunlar bizdə inkişaf edibsə, müdiriyyət də görəcək ki, bunun keyfiyyəti daha üstündür. O zaman kimə üstünlük verəcək? Onu daha önə çəkəcəkdir. Bəli, daha yaxşı qabiliyyəti olan. Yalnız bizim iş qabiliyyətimiz bəs etmir burada. Var, amma kim öz üzərində daha çox işləsə, biz daha yüksəlirik. Bəli, bu hər sahədə belədir. Və xasiyyətim şirkətdəki yüksəlişimə təsir edirmi? Elə insanlar var ki, onun xasiyyəti önəmli deyil. Ona bir vəzifə verilir ki, sən bu işi gör. Oturur, başını sallayır, işini görür. Elə işlər də vardır ki, o qədər insanlarla ünsiyyətdə olmalıdır ki, bəzən elə bir şeylər olur ki, səndə o qarşı tərəfdən stres yaradan bir məsələlər ola bilər. Hər hansı bir sənlə qarşı tərəf arasında münaqişələr ola bilər və s. Bu zaman sənin xasiyyətin önəmlidir ki, sən burada özün çıxış yolu tapa biləsən, özünü cilovlaya biləsən, lazım olan hərəkəti edə biləsən. Bütün bunlar hamısı yumşaq bacarıqlara aiddir ki, biz bunlar haqqında danışacağıq. Bunları əgər sizin üçün vacib olduğunu düşünürsünüzsə, o zaman təlimə sonacan baxın və hansı yumşaq bacarıqlar var, bunları necə inkişaf etdirə bilərsiniz, o haqda öyrən. Əla, əksəriyyətiniz vacibdir. Xanım, ola bir sual sizə? Buyurun.
Aynur xanım, təlimin sonunda bu webinarın PDF-lərini bizə ata bilərsiniz. PowerPoint-də də ataram, problem yoxdur. Atarım. Çox sağ olun, təşəkkür edirəm. Buyurun, buyurun. Aha. İndi mən sizə önəmli olan yumşaq bacarıqların bir neçəsini deyəcəm. Sonra ətraflı olaraq onlardan bir neçəsi haqqında da danışacağım. Əslində çoxdur. Yüzlərlə yumşaq bacarıqlar var. O qədər çoxdur ki, hər işin hətta öz yumşaq bacarıqları var. Məsəl üçün, marketinqə aid öz yumşaq bacarıqları var. Nə bilim, müəllim üçün öz yumşaq bacarıqları var. Şagird üçün ayrı, tələbə üçün ayrı. Hər bir iş üçün də ayırıb seçiblər. Amma ümumi olaraq daha çox istifadə olunan, daha çox lazımlı olan yumşaq bacarıqlar haqqında mən sizlə danışacağım. Ünsiyyət, təşkilat, komanda işi bacarıqları, dəqiqlik, tənqidi düşüncə, yaradıcılıq, çeviklik, dostluq, liderlik bacarıqları, mürəkkəb problemləri həll etmək bacarıqları. Ümumi götürəndə bu bacarıqların hər biri haqqında bir təlim keçmək olar. Mən indi sizdən qısa-qısa, az da olsa məlumat verəcəm. Siz artıq bu bacarıqların adlarını bildikdən sonra özünüz də hansı bacarığın sizə lazım olduğunu düşünürsünüzsə, araşdırmalar edə bilərsiniz bu haqda. Və 21-ci əsr üçün lazım olan yumşaq bacarıqlar müəyyənləşdiriblər ki, bu yumşaq bacarıqları da mən sizlə bölüşmək istəyirəm. Ümumi olaraq da deyəcəm və bölərək də deyəcəm. Demək, tədris və innovasiya bacarıqları burada aiddir yaradıcılıq və innovativlik. Fəaliyyətdə orijinallıq, innovativlik qabiliyyəti nümayiş etdirmək. Yeni ideyaların işlənib hazırlanması, tətbiq edilməsi və başqalarına çatdırılması. Yeni və müxtəlif nöqteyi nəzərlərə açıq və həssas olmaq. İnnovasiyalar tətbiq olunan sahələrdə faydalı töhfələr vermək üçün yaradıcı ideyalar üzərində işləmək. Burada yaradıcılıq və innovativ deyiləndə siz nə başa düşürsünüz? Öz sözlərinizlə izah edin. Mən də öz sözlərimlə izah edəcəm. Məsəl üçün, mən müəlliməm. Mən gedə bilərəm, dərsimi oturub, kitabda nə varsa, onu keçə bilərəm şagirdlərə dərs olaraq. Deyərəm, budur, termin budur. Mən məsəl üçün, kimya biologiya müəllimiyəm. Kimyadan deyim sizə. Kimya müəllimiyəm. Alaram, məsəl üçün, mövzunu. Deyirəm ki, hə, filan maddənin üzərinə filan maddə gələndə bu eləyir. Filan maddənin tərkibi budur. Bu zaman hansı yaradıcılıqdan söhbət gedə bilər. Amma mən nə edirəm? Mən uşaqlara çalışıram, məsəl üçün, keçdiyim mövzuya aid təcrübələr aparım. Əgər o təcrübələrə aparacaq maddələrim yoxdursa da, ona uyğun videolar tapıram. Ona uyğun slaytlar hazırlayıram. Uşaqlara onları göstərirəm ki, onların beynində qalsın ki, bax, bu maddə hansıdır, bunun görünüşü nədir, bunun forması nədir, bununla bu reaksiya gedəndə nə alınır? Orada yazılıbdır bu alınıb. Biri var gözlə görmək, onu təsəvvüründə canlandırmaq, bir də var sadəcə olaraq yazı olaraq bunu görmək. Bəli, əyanilik, çox doğru dediniz Günel xanım. Və artıq burada mən öz yaradıcılığımı ortaya qoyuram. Hər müəllim dərs keçə bilər, hər bir peşə sahibi iş görə bilər. Ancaq burada yaradıcılıq önəmlidir. Məsəl üçün, elə evdar xanımlardan götürək. Siz hər hansı bir yeməyi bişirmişsiniz, yeməyi bişirdiniz, boşqaba qoydunuz, gəhdiniz, qoydunuz qabağına. Yəni evdə olan insanlar. Bir də var ki, o bişirdiyiniz yeməyi sosi olaraq bəzədiniz, böyrünə bir rəngli bir salfet qoydunuz, nə bilim, stakanın böyrünə bir nəsə bir bəzədiniz, süfrəni gözəl bəzədiniz, düzülüşünə diqqət etdiniz. Artıq burada nə baş verir? Siz öz yaradıcılığınızı göstərirsiniz. Və həmçinin innovasiya bacarıqları. İnnovasiya bacarıqlarda isə siz artıq nə edə bilərsiniz? Yeni nə göstərə bilərsiniz? Heç kəsin indiyəcən etmədiyi, fərqli nələr edə bilərsiniz? Bunları ortaya qoya bilərsiniz. Bu zamanda artıq siz həm seçiləcəksiniz, həm uğur qazanacaqsınız. Həm olduğunuz işdə, həm əgər evdə, ailənizdə yenə də o uğuru qazana bilərsiniz. Və münasibətləriniz də daha yaxşı ola bilər. Sonra tənqidi təfəkkür və problem həll etmə bacarığı. Bu zaman bunlarda nəyi nəzərdə tutulur? Düzgün mühakimə yürütmək, mürəkkəb seçim və qərarlar qəbul etmək, sistemlər arasında qarşılıqlı əlaqələrin başa düşülməsi, fərqli nöqteyi nəzərlərə aydınlıq gətirən və
məsələlərin daha yaxşı həllinə aparıb çıxaran mühüm sualları müəyyən etmək və soruşmaq. Bişirdiyiniz yeməyin yanına maraqlı fərqli salat və ya şirniyyatlardan istifadə etmək. Bəli, yəni hər kəsin öz fantaziyası var da, belə deyək. Yaradıcılıq elə budur. Sonra problemləri həll etmək və suallara cavab vermək üçün məlumatların hazırlanması, təhlili və sintezləşdirilməsi. Tənqidi təfəkkür və problem həll etmə bacarığı. Bəs bu nədir? Nə başa düşürsünüz? Yazın görüm siz nə başa düşürsünüz. Bax, bu dediklərimi oxudum. İndi siz öz fikrinizi, başa düşdüklərinizi yaza bilərsiniz. İstənilən bir məsələləri biz analiz etməliyik. Öz beynimizdən, öz düşüncəmizdən çıxartmalıyıq. Hər hansı bir fikir ola bilər, hər hansı bir iş ortada ola bilər. Amma biz orada lazımı şeyi lazımı vaxtda seçməyə bacarmalıyıq. Hər hansı bir problemli bir vəziyyətdə bunu necə həll edə bilərəm, onu özümüz tapmalıyıq, analiz etməyi bacarmalıyıq. Bütün bunlar mütləq lazımdır bizə. Müxtəlif hansı işdə olmağımızdan asılı olmayaraq. Sonra hər kəsin bir baxışı var. O baxışları dəyərləndirməliyik və orada baxışlardan asılı olaraq biz nə edə bilərik ki, arada problem yaranmasın. Eyni çeynəmiş metodlardan istifadə etməməliyik. Bəli. Yəni, yenə deyirəm, indiki devirdə bəhs etmir ki, sizin hər hansı bir sırf peşə qabiliyyətiniz olsun. Siz mütləqdir ki, bu yumşaq bacarıqları özünüzdə inkişaf etdirməlisiniz. Düzgün mühakimə yürütmək. Yəni, ola bilər hər hansı bir işdə sizin çətinliyiniz olsun və siz bunun fərqində deyilsiniz. Əgər siz bunun çətinliyin nə olduğunu bilməsəniz, oradakı işi aydınlaşdıra bilməsəniz, düzgün qərar da verə bilməyəcəksiniz və düzgün nəticə olmayanda uğur da əldə etməyiniz çətin olacaqdır. Sonra tədris və innovasiya bacarıqları. Burada kommunikativ və əməkdaşlıq bacarıqları nəzərdə tutulur. Yüksək nailiyyətlərə nail olmuş insanlar elə bu problemləri həll etmiş insanlardır. Yəni, əslində bu elə də asan deyil. Yəni, biz bunlar haqqında danışırıq. Amma bunların hamısını həyatımıza tətbiq etmək o qədər də asan deyil. Buna bizim üçün mütləq təcrübə lazımdır. Biz başda nə demişdik? Bacarıq nə deməkdir? Bilik. Əvvəl öyrənməliyik. Harda nə lazımdır? Sonra onu təcrübədə yoxlamalıyıq. Görək, bu öyrəndiyimi mən tətbiq edəndə nəticə necə olur? Bir dəfə tətbiq edirəm, başqa cür alınır. 2 dəfə tətbiq edirəm, başqa cür alınıram. Və sonunda nəticə çıxardıram. Mən bunu bir neçə dəfə belə edəndə bu nəticəni ala bildim. Və artıq onu özümüzdə vərdiş halına gətirib, özümüzdə formalaşdırırıq və bu bizdə istədiyimiz vaxt, istədiyimiz faydanı da verə bilir. Kommunikativ və əməkdaşlıq bacarıqları. Fikir və ideyaların danışıq, yazı yolu ilə aydın və effektiv ifadə edilməsi. Burada əsasən ünsiyyətdən söhbət gedir. Müxtəlif qruplarla effektiv iş bacarığının nümayiş etdirilməsi, ümumi məqsədə nail olmaq üçün zəruri kompromislərin əldə edilməsi və bu istiqamətdə çeviklik və istəyin nümayiş etdirilməsi. Birgə işə görə məsuliyyət daşımaq çox önəmlidir bu. Müxtəlif ünsiyyət növlərinin yazılı, şifahi və müxtəlif forma və şəraitlərdə multimedia vasitələrinin köməkliyi ilə yaradılması, onlardan istifadə, effektiv ünsiyyətin rolunun dərk olunması. Effektiv ünsiyyət deyəndə burada keyfiyyətli ünsiyyətdən söhbət gedir. Bu haqda mənim bir təlimim də olmuşdu. Yəqin ki, iştirak edənlər olubdur içərimizdə. Yəni, kommunikativ və əməkdaşlıq bacarıqları deyəndə, indi yazın görüm siz nə başa düşdünüz burada? Fikirlərinizi yazın, mən də öz fikrimi sizə deyəcəm. Səsləri bağlayaq. Aha, bağladım. Kollektivçilik və ünsiyyət əla, Günel xanım. Fikirləriniz varsa yaza bilərsiniz. Ünsiyyət bacarıqları hər bir sahədə çox önəmli yumşaq bacarıqdır. Yəni, necə deyim sizə? Kommunikativ və əməkdaşlıq bacarıqlarını mən burada sizə deyilənləri oxudum və nə anladınız, nə başa düşdünüz burada? Ünsiyyət bacarığı və qrupla iş bacarığı, bəli. Bütün bunlar 21-ci əsrdə artıq müəyyən olmuş bacarıqlardır ki, bunlar lazımlı bacarıqlardır. Ünsiyyət olduqda həm təcrübə qazanılır, həm də yeni dostlar əldə etmək üçün vacibdir. Əla. Baxın, birgə iş görmək nə deməkdir? Yəni,
Biz hər hansı bir yerdə komanda şəklində işləyə bilərik. İş yoldaşlarımız var. Onlarla birlikdə hər hansı bir iş görə bilərik. Bəli, kollektivlə işləmək. Sonra bizim qarşılıqlı əlaqələrimiz var o insanlarla. Xeyirxah mühit yaratmaq əla, çox gözəl. Və biz çalışmalıyıq ki, o ünsiyyətimizdə elə edək ki, həm insanlara faydalı ola bilək, həm ünsiyyət qura bilək normal, həm öz işimizi təqdim edə bilək. Baxın, burada görürsünüz nə yazılıbdır? Yazılı, şifahi və müxtəlif forma və şəraitlərdə multimedia vasitələrinin köməkliyi ilə də onlardan da istifadə etmək. Yəni, biz hər hansı, məsəl üçün, mən bu yumşaq bacarıqlar mövzusunu bilirəm, yaxşı bilirəm, özüm üçün oxumuşam. Amma mən sizin görsəl olmağı üçün həm də bunu yazılı formada yazdım ki, göz qarşısında olsun. Bəzən olur ki, dediklərimiz itir, amma yazılan qalır. Sabahsı gün siz nə vaxtsa baxanda bunu özünüz üçün baxa bilərsiniz, daha çox araşdırmalar edə bilərsiniz. Və biz hər zaman çalışmalıyıq ki, öz işimizi daha keyfiyyətli etmək üçün hansı bacarıqları ortaya qoymaq lazımdırsa, onu ortaya qoya bilək. Mən qısa olaraq deyirəm hələ, əslində çox danışmaq olar. Amma yenə də bacardığım qədər çalışacağım ki, sizə həm izahat verim, həm də çox sizi yormayım. İnformasiya ilə işləmək bacarıqlarına, həmçinin informasiya savadlılığı da aiddir. Yəni, müxtəlif sual ola bilər, problem ola bilər. Bu zaman onların həlli üçün səmərəli və effektiv çıxış, onun tənqidi və savadlı qiymətləndirilməsi, informasiyadan düzgün və yaradıcı istifadə edilməsi. İnformasiyalar o qədər çoxdur ki, yəni mən sizə oturum bunların hamısını danışım, o effekt verməz. Amma mən çalışıram ki, sizlə də ünsiyyət yaradım, istəyirəm sizin də fikirlərinizi alım və oxuduqlarımın sizin beyninizdə necə algılandığını sizdən görüm ki, görün mənim bu sizə danışdıqlarım sizin yaddaşınızda qala bilirmi? Siz bunları qəbul edib öyrənə bilirsinizmi? İnformasiyaya çıxış və ondan istifadə ilə bağlı etik, hüquqi məsələlərə dair təməl anlayışların başa düşülməsi. Bütün bunlar, yəni informasiya verən zaman önəmlidir. Media savadlılığı da var. Xəbərlərin qurulması prinsipinin hansı məqsədlər və hansı alətlərdən və ənənələrdən istifadə edilməsi anlayışı. İndi bu dəqiqə o qədər xəbərlər var ki, özünüz bilirsiniz. O qədər saytlar var ki, bəzən olur ki, yalan-yanlış məlumatlar verirlər, bəzən olur sadəcə reyting xətrinə hansısa məlumatlar verirlər. Amma burada da önəmlidir ki, məlumat verən zamanda elə etmək lazımdır ki, sən həm keyfiyyətli iş ortaya çıxardasan, bəli, çoxdur. Həm də elə etmək lazımdır ki, yəni bu informasiya doğru düzgün verilsin, insanlar tərəfindən düzgün şərh olunsun, bütün bunlara baxmaq lazımdır, dəyərlərə baxmaq lazımdır. Bəzən adi hər hansı bir insan, müğənnimi, hər hansı bir adamı birdən elə bir söz danışır ki, bir dediyi cümləyə görə bütün insanlar onu qınaya bilirlər. Media savadlılığı burada önəmlidir. Sən danışığına fikir verməlisən, sən o verdiyin məlumata fikir verməlisən və hüquqi məsələlərdə fikir vermək lazımdır. Nəyi, harda demək lazımdır, bunu da bilmək lazımdır ki, məsəl üçün, bunu burada demək olmaz, bunu burada demək olar. Bunlara da diqqət etmək önəmlidir. Yenə Zoom-un vaxtına az qalıb. İKT savadlılığı da var. Yəni, informasiya, kommunikasiya və texnologiyalar. İKT bilirsiniz də, yəqin ki. İnformasiya düzgün şəkildə analiz edilməli və insanlara da düzgün ötürülməlidir. Bəli, Nurdə xanım. Bilik iqtisadiyyatında fəaliyyət göstərmək məqsədi ilə informasiyaya çıxış, ona nəzarət, onun tətbiqi, dəyərləndirilməsi və yeni informasiya yaratmaq üçün rəqəmsal texnologiyanın, kommunikasiya alətlərinin və ya şəbəkələrin müvafiq şəkildə düzgün istifadəsi, ünsiyyət üçün tədqiqat təşkil etmək, informasiyaların qiymətləndirilməsi, aləti kimi informasiyaya çıxış və ondan istifadə ilə bağlı, yenə etik hüquqi məsələlərə dair ilkin anlayışlara malik olmaq üçün kompüter texnologiyalarından istifadə. Burada bizim
həm o öyrəndiklərimiz, həm də o öyrəndiklərimizi bu texnologiyalarda düzgün istifadə etmək. Hal-hazırda pandemiya devridir və biz demək olar ki, bütün işlərimizi texnologiyalarla görürük. Dərslərimiz onlayndır, təlimlərimiz onlayndır. Hər bir işimiz demək olar ki, onlayndır. Və bizim kommunikasiya və texnologiya savadlılığımızın olması bizim bu işlərimizi yerinə yetirməyimizə kömək edir. Baxın, neçə dənə insanlar var idi ki, ümumiyyətlə heç kompüteri aça bilmirdi, telefonda proqramları işlətməyi bilmirdi. Xüsusilə də mən öz müəllimləri deyirəm. Artıq bu devr ərzində müəllimlər telefondan, kompüterdən, proqramlardan istifadəni öyrəndilər özləri və bunlardan istifadə etməklə işlərini daha da asanlaşdırmış oldular. Həyat və karyera bacarıqları. Çeviklik və uyğunlaşma bacarığı. Müxtəlif vəzifə və cavabdehliklərə uyğunlaşma. Qeyri-müəyyənlik və dəyişən prioritetlər şəraitində effektiv çalışma. Bu nə deməkdir? Yenə də pandemiyanı sizə misal çəkim. Məsəl üçün, bu pandemiya devrində gördünüz ki, hər şey dəyişdi. Mağazalar var idi ki, gedirdik biz onlardan nələrsə alırdıq, amma nə baş verdi? Artıq mağazalar bağlandı. Onlar çeviklik edərək nə etdilər? Çatdırılma xidmətlərini ortaya qoydular. Uyğunlaşdırmağa çalışdılar vəziyyəti. Restoranlar bağladı. Onlar başladılar yenə də çatdırılma xidməti etməyə, onlayna keçməyə. Bunlar artıq öz cavabdehliklərini, vəzifələrini mövcud duruma uyğunlaşdırdılar. Qeyri-müəyyənlikdən müəyyənliyə özlərini köklədilər. O yumşaq bacarıqlarından istifadə edərək. Təşəbbüs və özünü istiqamətləndirmə. Burada şəxsi təhsilin alınması, öyrənmə ehtiyaclarının dərk edilməsi, öz bilik təcrübə qazanma imkanlarını araşdırmaq və genişləndirmək üçün əsas peşəkar bilik və bacarıqlar və ya hər hansı bir kurslar, bilik səviyyəsinin peşəkar səviyyədə yüksədilməsi təşəbbüsü. Yəni burada siz nədir? Biz özümüz üzərində işləyirik. Siz nə başa düşürsünüz, onu siz də yaza bilərsiniz. Bəli, heç Android sistemindən anlayışı olmayanlar çox şey öyrəndi. Vaxtdan səmərəli istifadə edilməsi və iş yükünün paylanılması. Ömür boyu oxumaq həvəsi və bacarığı. Təşəbbüskarlıq da ümumi götürək. Yəni insan var ki, sadəcə olaraq tutalım ki, neçə il bundan qabaq hansısa bir şeylər öyrənibdir, elə həmişə də onu tətbiq etməyə çalışır. Amma baxın, elm, texnologiya nə qədər inkişaf edibdir. Və əgər o doğrudan da təşəbbüskardırsa, başlayır yeni texnologiyalardan istifadə etməyə, onları öyrənməyə. Həkimlərdən götürək. Məsəl üçün, keçmiş həkimlərdir. Onların devrində müəyyən müalicələr var idi. Ancaq o müalicələr var idi. Amma artıq indi nə qədər texnologiyalar, aparatlar var və o həkimlər qutarıb, məsəl üçün, 20 il bundan qabaq tibb universitetini qutarıbdır. Amma indi isə yeni texnologiyalar, yeni dərmanlar, o hər zaman öz üzərində işləməlidir. Öz üzərində işləməlidir. Təzə dərmanlar çıxanda onları öyrənməlidir. Təzə bir nəsə məlumat olanda onları öyrənməlidir ki, o öz işini peşəkar görə bilsin. Yoxsa mən filan ildə öyrənmişəm, Dimidrol dərmanı filan şeyə xeyirdir. Onun yerinə nə qədər dərman çıxdı və yaxud da Mukatin dərmanı uşaq vaxtı biz o içirdik, o vaxt bilmirəm. İndi mən yaşlı olanlar varsa yəqin ki bilərlər. O vaxt öskürəyə görə Mukatin dərmanları var idi. Aynur xanım. Bəli. Çox üzr istəyirəm. Vaxtın qurtarmağına 6 dəqiqə qalıb. Biraz açar söz istəyirsiniz deyək. Əslində yekunlaşmamışıq, amma necədir? 3-cü link olsun. Əgər istəyirsinizsə olsun, davam eləyə bilərik. Bizə problem yoxdur, yəni siz deyil, yəni necə istəyirsiniz? İzləyicilər, əgər davam etməyimi istəyirsinizsə, plus yaza bilərsiniz. Aha. Plusları görürəm, çox gözəl. O zaman davam edərik. Yenidən link atılar, davam edərik. Aydın, buyurun. Aha, plusları gördüm. Yəni, təşəbbüskarlıq və öz üzərimizdə işləmək. Bunu hər zaman
etməliyik. Yoxsa mən nə vaxtsa nə isə öyrənmişəm, elə bu da olacaq, elə deyilə bir şey yoxdur. Əslində çoxdur bacarıqlar, yenə deyirəm. Əsas olaraq mən sizə 21-ci əsrdə lazım olan bacarıqları dedim. Qısa olaraq da bunları özətləmək istəyirəm. Bir daha adlarını deyəcəm. Yaradıcılıq, innovasiya, tənqidi düşüncə, problemin həlli, komanda işi, əməkdaşlıq, effektiv ünsiyyət, təşkilati qabiliyyət, iradə və səy, çeviklik, uyğunlaşma, ünsiyyət, mədəniyyətlər arası rəqabət, məhsuldarlıq, liderlik. Liderlik haqqında fikirləriniz varsa deyə bilərsiniz. Liderlik deyəndə nə başa düşürsünüz? Əslində bunların hamısını tək-tək danışardım, sadəcə olaraq çox zaman gedir deyə. Ona görə ümumi olaraq mən bunların adlarını sizə dedim, bu bacarıqların. Siz bunların hər biri haqqında tək-tək araşdırmalar edə bilərsiniz. Hansını inkişaf etdirmək istəyirsinizsə inkişaf etdirə bilərsiniz. Yəni, vaxtınızı çox almamaq üçün mən bunları tək-tək adlarını sizə dedim. Slaydda da müəyyən qədər məlumat paylaşmışam. Sizə yollayaram, özünüz də baxarsınız yenə də. Liderlik sonuncu demək bacarıqdır. Bunun haqqında qısa olaraq sizə məlumat verim. Liderlik qabiliyyəti əslində hər birimizdə ola bilər. Sadəcə olaraq kimlərsə bunu özündə inkişaf etdirir, kimlərsə inkişaf etdirmir. Liderlikdə nə nəzərdə tutulur? Liderlik o demək deyil ki, mən hər hansı bir yerin müdürüyəm, rəhbəriyəm, hamı mənim dediyimi etməlidir və salam. Lider elə bir insan olmalıdır. Ətrafında yığdığı insanlara yol göstərməyi bacarmalıdır. Lazım gələndə onlarla birlikdə işi bir yerdə etməlidir. Lazım gələndə onların dərdinə şərik olmalıdır. Qərar qəbul etməyi bacarmalıdır. Məsuliyyəti olmalıdır, disiplini olmalıdır. Hər bir yəni onunla birlikdə olan, liderlik etdiyi insanların bacarıqlarını analiz etməyi bacarmalıdır. Ki, yəni kim hansı işi bacarır, kimə hansı işi versəm daha gözəl nəticə əldə edərəm. Yalnız soyuqqanlılıq demək olmaz. Soyuqqanlılıq da müəyyən yerdə lazımdır, amma hardasa da, necə deyim sizə, empatiya qabiliyyəti olan, insanları başa düşən və belə. Buna görə də, yəni, liderlik elə-belə formalaşmır. Bunu biz özümüzdə formalaşdıra bilərik. Dediyim kimi, o keyfiyyətləri özümüzdə yaradaraq biz bunları özümüzdə formalaşdıra bilərik. Sonra təşəbbüsü dedik, muxtariyyət var. Yəni, insanlar var ki, çalışırlar ki, işi başqalarının üzərinə atsınlar. Məsəl üçün, bir şey olanda deyir ki, hə, qoy filan kəs etsin, qoy o etsin. Amma biz özümüz hər hansı bir işi bacarmalıyıq və bacardığımızı da ətrafa göstərməliyik. Can yandırmalıyıq, təşəbbüs göstərməliyik. Hətta bəzən özümüz təkliflər verməyi bacarmalıyıq. Bu zaman işimiz daha da uğurlu ola bilər. Və duyğusal zəka çox önəmlidir. Məsuliyyəti dedik biz. Duyğusal zəka çox önəmlidir. Dediyim kimi, əvvəllər elə düşünürdü ki, IQ önəmlidir. İndi artıq hər bir sahədə IQ-nun önəmli olduğu görülür və bütün bir çox təşkilatlarda və idarələrdə bunu formalaşdırmaq üçün təlimlər verilir. İşçilərə əmək